Bəli, qaydaları pozma verilişinin yenə də vaxtı məqamıdır. Hər vaxtınız xeyir olsun, hörmətli dinləyicilər. Avto FM-dən hər birinizi aparıcınız mən Ceyhun Həsənli salamlayıram. Yol qəzalarının əksəriyyəti təsadüf deyil, yanlış qərarlar, diqqətsizlik və riskli davranışlar nəticəsində çox zaman baş verir. Bəs bu statistik göstəricini azaltmaq üçün nə dəyişməlidir? Sürücü hazırlığı, təhlükəni əvvəlcədən görməyi bacarığı, yoxsa düzgün vərdişlər və təbii ki, bu vərdişlər hansı vərdişlərdir? Ümumiyyətlə, qəzaların sayını necə azaltmaq olar? Bax, bu mövzunu qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimovla bərabər müzakirə edəcəyik. Aqil müəllim, xoş gəlmisiniz studiyamıza. Axşamınız xeyir. Necə hiss edirsiniz özünüz Aqil müəllim? Əla. Hər zaman bax belə əla olasınız və mən bu anda dinləyicilərimizə də söyləmək istəyirəm ki, qəzaların sayını necə azaltmaq olar mövzusunu biz bugün müzakirə edəcəyik. Mən bilirəm ki, sizin də maraqlı fikirləriniz olacaq. WhatsApp nömrəmiz aktivdir hal-hazırda. Həm yaza bilərsiniz, həm də səsli mesaj göndərə bilərsiniz. Sizcə necə edək? Qəzaların sayını necə azalda bilərik? Fikirləriniz bizim üçün maraqlıdır. WhatsApp 055 455 10 77. Deyir Aqil müəllim, bir şey baş verirsə, onun kökünü axtarmaq lazımdır. Ki bu nədən qaynaqlanır? O deyir, həkimə gedirsən ki, lap deyək ki, rentgen müəyyən o prosedurlardan keçirsən, amma yenə də həkim bilmək istəyir də, o kökü axtarır ki, görün bu niyə baş verib, nədən baş verib və dindirmək istəyir həmin o xəstəni. Elə mən də birinci elə sizə belə bir sual verəcəm ki, Aqil müəllim, Azərbaycanda baş verən qəzaların əksəriyyətinin kökündə hansı səhvlər dayanır? Bax, birinci bundan başlayaq, buyurun. Deməli, mövzumuzu belə başlayaq. Biz kifayət qədər maarifləndirici işlər aparırıq. Bugün bir balaca tənbehlərdən danışacağıq. Tənbehlərin yolu ilə qəzaların sayının azaldılmasından. Kökündə nə durur? Sürücü səriştəsizliyi bir. Sürücü səriştəliyi olub özündən razılıq və aqressiya. Bax, səbəbi budur. Və infrastrukturda olan bəzi xırda, məsələn, işıqlandırma, zat, bax, belə şeylər. Mən nədən başlamaq istəyirəm? Deməli, maarifləndirmə müəyyən kütləyə təsir eləyir, müəyyən insanlara təsir eləyir. Bu, bizim dinləyicilərimizdir. Bizə qulaq asanların 80%, 90% nəticə çıxardırlar. Amma praktika göstərir ki, 20% İnsanlar heç bir nəticə çıxartmırlar. Bəlkə də bizi danışanda bizə gülə də bilərlər ki, bunlar nə danışırlar və təhlükəli sürürlər. Birinci, səriştədən danışmaq istəyirdim. Nə etmək olar? Nə etmək olar ki, vəziyyət düzəlsin? Çünki qəzalar azalmır və yaxud biz istədiyimiz qədər azalmır. Birinci, yol polisində deməli imtahanların reallığa uyğunlaşdırılması. Nəyi nəzərdə tuturam? Nəzəriyyə normaldır, nəzəriyyə. Praktika zəifdir. Praktika zəifdir, meydançadır. Sağa sür, sola sür, dönmüşləri yandır və insana vəsiqə verilir. Bu kifayət eləmir. Nə etsinlər? Kifayət eləmir. Və bilirsiniz necədir? Mən Amerika kəşf etmirəm. SNG ölkələrin çoxunda da bu belədir, dünyada da belədir ki, imtahanlar iki hissədən ibarət olanda daha effektiv olur. Birinci meydança, yəni elementar şeylərdir bu. Amma bundan sonra hələ vəsiqə vermək olmaz. İkinci hissə, real yollarda imtahan qəbul etmək. Vacib deyil ki, 2 saat, 3 saat bir tələbəyə vaxt sərf olunsun. Deməli, yol polisi bilirsiniz ki, deməli, 20 yanvar metrosuna yaxındır. Oradan 10 dəqiqə ora, 10 dəqiqə bura. Xırdalan dairəsini normal keçə bilən sürücü və 20 yanvarda dairədən normal keçib yol polisinə geri normal qaydan sürücüyə tam əminliklə vəsiqə vermək olar. Amma ki, inanın ki, indiki o meydançada əla sürənlərin 80%-i o dairədən keçə bilməyəcəklər, 20 yanvardan qayıda bilməyəcəklər. Yəni siz deyirsiniz ki, bu daha geniş ərazini əhatə eləsin. Bu biz necə səriştəsizlik var. Bəziləri məsəl üçün qaydaları pozaraq, deməli özlərindən razılığa görə, aqressivliyə görə qayda pozurlar. Amma mən fikir verirəm ki, insanların bir çoxu dönməni yerinə yetirə bilmir. Sırf texniki bacarığı hələ ki yoxdur, amma yollara çıxıb niyə meydanda normal sürüb. Birinci mənim məsləhətim o olardı. Əlbəttə yol polisində çox savadlı insanlar işləyir və onlar mən dediklərimdən razıdırlar, mən bilirəm. Mən də onu demək istəyirəm ki, mən bunu səsləndirirəm. Birinci təklifim o olardı ki, imtahanlar reallığa uyğunlaşdırılsın. Yəni ki, nəzəriyyə normaldır, normal suallardır, amma ki, praktika 2 hissədən ibarət olsun. İnanın ki, indi vəsiqə alanların 80%-i məcbur olacaq
kursa getməyə, öyrənməyə, qayıdıb doğrudan sürücülüyə layiq olan insanlar olacaqlar. Yox, siz bunu ona görə deyirsiniz ki, həm də kursa Gördüyümə gələnlər görə, çox olsun, yoxsa maşının pəncərəsindən gördüyümə görə deyirəm. Yox, o mənada demirəm. Aqil müəllim, təbii ki, mən əminəm ki və bilirəm ki, siz daha çox bu təşəbbüs ondan irəli gəlir ki, qəzalar azalsın. Bəli. Daha çox peşəkarlar olsun, yəni yollarda, təcrübəlilər olsun yollarda. Bəli, bəli. Naşılar az olsun, çünki onların ucbatından qəzalar baş verir. Bəli. Yəni sizin bu təklifiniz xoş qarşılandı yol polislərimiz tərəfindən. Amma maraqlıdır ki, bəs onda bilirsiniz necə siz də müəllim kimi öyrədirsiniz və onları hətta bir neçə dəfə özünüz də demisiniz ki, müəyyən çatışmazlıqlar var, hansı ki, onları da həll etmək lazımdır. Düzdür? Yəni özünüz də qeyd eləmisiniz ki, bir Minuslar olur. bəli, qəza əleyhinə sürücülük kursları məşqi kimi qeyd eləmisiniz ki, müəyyən mənfilər var, hətta çətinliklər kursdan var. sonra. Aha, sualınızı gözləyirəm. Yəni onu demək istəyirəm ki, sizdə olan o çətinliklər bəs onu necə aradan qaldıraq? Və onu necə eləyək? İmtahanda nə Bəli, eləyək? bəli. Bilirsən necədir? O deməli imtahan o demək deyil ki, tələbədən ideal vəziyyət tələb olunsun. Amma ki, dairədə kimindir yol, dairədəkinindir ya sənindir. Bunu bilməyən adama bu kurslardan sonra mütləq bilməlidir. Bunu bilməyən adama vəsiqə vermək düzgün deyil. Və yaxud da ki, nişanlar, elementar nişanları həmin o sürüş zamanı soruşula bilər. Bu nə nişandır yolun qırağında? Nədir? Ötməyə gedə bilərsənmi? Ötməyə qaydanda nə etməlisən? Axı o meydançada nə ötməndən zət heç nə yoxdur da. Məsələn, mənim təklifim yalnız bir məqsəd güdür. Deməli, yollarda səriştəli sürücülərin artması və mən sizə deyim ki, əgər belə bir şey olsa, insanların nəzəriyyə çox belə ürəkdən hazırlaşırlar. Praktikada meydançadır da, amma bundan o sonra sürüb öyrənərəm. çox ciddi münasibət bəsləyəcəklər. Bu 100%-dir. Maraqlı əslində məqamda əksinə bəzi düzdür sürücülər var ki, boynuna qoymaq olmur. Yəni naşı olduqlarını elə olur bəzən. Yəni onların sürüş qaydalarına baxsan, elə yollarda olursan, günahı səndə görürlər. Bəli. Yəni günah onun ucbatından, yəni deyək ki, o səhv eləyir, amma o səhv olduğunu anlamaq istəmir. Bəlkə də bilir səhvdir, amma onu boynuna almaq istəmir. Bu da bir psixoloji vəziyyətdir, bəli. Bilib deməli həyasızlıq eləmək və ikincisi doğrudan ürəkdən bilməyərək deməli mübahisə eləmək. Peki, təcrübəsizdir, Bax, bu mənim bəli, məsləhətim ona görədir ki, bu öz hüquqlarını və səriştəsini artırsınlar da sürücülər. Biraz dərindən nəfəs alır. Amma Ceyhun maşın sürmək olmur. Bəli, bilirəm, başa düşürəm. Adam bu buradan sıxır, bu oradan eləyir. Hələ sənə deyir, kişi nə edirsən? Dönmə işığımı yandırdım da. Bunlar başa düşmürlər ki, bunu bilməyən adama necə məsəl üçün vəsiqə alsın. Deməli, dönmə işıqlarını, bunlar əslində dönmə işıqları arzudur. Sənin arzundur. Bunlar isə bunu elə başa düşürlər ki, dönmə işıqları yandırırlarsa, bu onlara hüquq verir. Sənin hüquqların başqalarının hüquqlarının başlandığı vaxtda qutarır. Yəni yollarda vəziyyət düzələcək. İnanın ki, bu birinci təklifim, bir neçə təklifim var mənim sürücülər haqqında. Deyirəm də bu gün çətinlik və tənbeh verilişidir. Çox yaxşı, amma maraqlı bir məqam da var, Aqil müəllim. Çünki biz bununla bağlı əvvəlki verilişlərimizdə də müzakirə aparmışıq və müqayisə eləmişik təcrübəli və təcrübəsiz sürücülər. Əfsuslar olsun ki, amma təcrübəli sürücülər də yəni səhvlər edirlər yəni yollarda. Deyək ki, siz dediyiniz məsələ bəli müəyyən qədər daha ayıq-sayıq olsun deyə, bəli yollarımız, yol nişanları, bəli savadlı olsunlar, texniki bu parametrlərə cavab versinlər. Hansı ki, yəni bu adam artıq yoldadır. Biri var nəzəri biliklər, siz dediniz. Biri də var ki, bəli praktiki biliklər, artıq adam doğrudan da bilirsən amma ki, qaydaları bir. Bax, mən onu demək istəyirəm. Baxırsan ki, adam 15 il, 20 ildir adam maşın sürür yəni. Amma qaydaları pozur. Bəli, qaydaları pozur. 8 dənə məsləhətdən gəlmişəm. Həmin o məsləhətlərin içində məhz o bilə-bilə qayda pozanlara qarşı olan tənbeh üsullarından da danışacağam. Bəli. 6457 nömrəli abunəçi yazıb ki, hamı sadəcə 2 qaydaya riayət etsə, qəzalar yarı-bayarı azalar. Ara məsafəsi saxlasaq və sükanın arxasında telefona baxmasaq deyə 6457 nömrəli abunəçi yazıb göndərib. İndi neyiniyək? Telefon məsələsi belədir ki, belə bir yəni avtomobilə oturdun, mobil telefon ümumiyyətlə istifadə etməməlisən kimi də. Misal üçün belə bir qadağanın qüvvəyə minməsi bilmirəm. Telefon həyatımızın artıq ayrılmaz bir hissəsi olub. Amma çox təəssüf ki, doğrudan da razıyam dinləyicimizdən ki, telefon birinci növbədə diqqəti yayındıran bir faktordur. Deməli, bir dənə məsləhət verim tələbələrə, dinləyicilərə. Mən özüm nə edirəm? Mən özüm neçə ilə 35 il təcrübəm olmağına baxmayaraq, nə özüm
sükan arxasında olanda telefondan danışıram, nə də tələbə ilə olanda. Amma bir dənə, amma istəmirəm də o zəng eləyən adam da desin ki, götürmədi, eləmədi. Bir dənə yaxşı şey fikirləmişəm. Müasir telefonlarda belə bir şey var. Mesaj yazırsan və qoyursan. Yazmışam ki, deməli knopkanı basırsan, deməli o adama adboy gedir və o mesaj gedir. Yazmışam ki, indi hal-hazırda sizlə danışa bilmirəm. Sizə birazdan zəng eləyəcəm ya da filan nömrəyə mesaj, səsli mesaj göndərin. O adam incimir, göndərir, amma mən bilirəm ki, telefonu insanı necə qəzaya sala bilər. İstər müəllim olsun, 30 il stajı olsun, telefondan uzaq olmaq lazımdır maşın sürəndə. Bəli, çox doğru deyirsiniz. Razıyam ki, bu psixologiyalarda, münasibətlər də biraz başqa cürdür. Yəni bir də görsən telefona cavab vermirsən və səndən başlayırlar inciməyə. Amma yəni normalda, yəni əgər sən yoldasansa, yəni heç kimin səndən inciməyə haqqı yoxdur. Sən yoldasan. Yəni sən böyük bir məsuliyyət daşıyırsan. Hər an bir saniyənin içində hər şey baş verər. Mənə gəlir bu hər bir şeydən önəmlidir. Bəli. Çünki sən sükan arxasındasan, vacib, yəni yoldasan, əsası odur. Ona görə də elə biz qəzalarla bağlı danışanda da bütün qonaqlarımız da deyir ki, elə birinci növbədə diqqət yayınıqlıdır. Yəni qəzaların baş verməsinin əsas səbəbləri. 055 455 1077 bizim WhatsApp nömrəmizi. İsmail bəy bizə nə yazıb? Baxıram, yazır ki, sizi inandırım, şəhərdə zolaq üzrə hərəkət edə bilməyən sürücülər var. Mən sadəcə dəhşətə gəlirəm, yazım. Dairələrdə, kəsişmələrdə, dönmə manevri edərkən zolaq üzrə hərəkət edə bilməyən və digər sürücülərin qarşısına çıxan sürücülər var. Məsələn, birinci zolaqda hərəkət edən sürücü öz zolağını qoruyub gedə bilmir və keçir digər zolağa. Bu artıq ya diqqətsizlikdir, ya da səriştəsizlik. Ya da ki, görmə qabiliyyətləri çox zəifdir ki, yerdəki zolaqları görə bilmirlər deyə İsmail bəy yazıb göndərir. Təşəkkür edirəm İsmail bəy. Əgər reklam vaxtıdırsa... Buyurun, deyin. Yox, deyin, reklamlara sonra keçəcəm. Bir dəqiqə vaxtımız var mı? Var. Deməli, bu səriştəsizlik zat deyil. Çox vaxt təhlükəli sürmə tərzidir. Bax, gəldi ikinci məsləhətə. Bizim qanunlardan hayf ki, məsəl üçün, deməli, SNG ölkələrində, yəni ki, deməli, ölkələrində təhlükəli sürmə tərzi var. Ruslarda da var bu. Bizdə də deyəsən olur, sonra aradan götürüb. Mütləq bu olmalıdır. Yəni, cəriməsi olmalıdır. Təhlükəli sürücü. Deməli, sürücülər nə edirlər? Avtoxuliqanlıq bilirsiniz ki, 2-3 şeydir və bir də görürsən ki, sən yəqin görmüsən də sağ, sol getdi. Evet. Bunu yol polisi saxlayır. Yol polisi saxlayır. Bu da biraz sənin verilişinə qulaq baxı ki, avtoxuliqanlıq nədir? Və sağ, sol avtoxuliqanlıq deyil. Amma çox təhlükəlidir çünki qəza ola bilər. Başlayır ki, bu avtoxuliqanlıq deyil. Bu manevr qaydalarının pozulmasıdır. 40 manatımı yazın gedirəm. Və doğrudan da məhkəməyə də getsə, o qələbə çalacaq. Çünki bizim qanunlarda təhlükəli sürmə tərzi bəndi yoxdur. Mütləq bu qayıtmalıdır. Çoxlu sürücülər var ki, həddindən artıq təhlükəli sürürlər, yaxın sürürlər, adamı sıxırlar, eləyirlər. Və bunun cəriməsi yoxdur. Mütləq mən fikirləşirəm ki, o bənd qayıtmalıdır Azərbaycana. Təhlükəli sürmə tərzi və onun cəriməsi az olmamalıdır. Çünki elə bil ki, təhlükəli sürmə tərzi Ceyhun avtoxuliqanlığın qardaşıdır, əmisi oğludur. Yəni çox yaxındır. Necə yəni sağa gedim, sola gedim, ara işləyim və mən cəmi 40 manat alım. Ona görə mənə elə gəlir ki, təhlükəli sürmə tərzi bəndi qayıtmalıdır və onun cəriməsi 40 manat zad olmamalıdır. Bir 100 manat, 200 manat, 300 manat olmalıdır avtoxuliqanlığa yaxın qayda pozuntusu. Daha bir mesaj var. Sabir bəy yazıb, ən böyük problemimiz yolda bir-birimizə prinsipial yanaşmağımızdır. Biri zolağını dəyişmək istəyir, yanındakı qəsdən qazı basır ki, buraxmasın. Və hər kəs gün ərzində cəmi 2-3 dəfə başqasına güzəştə getsə, nə tıxacda gərginlik olar, nə də ki, əsəbdən yaranan qəzalar baş verə bilər. Biz bir-birimizi niyə anlaya bilmirik Aqil müəllim yollarda? Burada əslində Sabir bəyə təşəkkür edirəm. Çox önəmli məqama toxunub bu barədə. Buyurun. Fəlsəfi sualdır. Niyə bir-birimizi çox vaxt anlaya bilmirik? Söhbət deməli, ailədə olan, uşaqlıqdan olan tərbiyədən gedir, mədəniyyətdən gedir. Ceyhun, deməli, bax, bu vəziyyəti düzəltmək üçün bir təklifim də var. Deməli, səndə də yəqin ki, olub ki, hər birimizdə elə olub ki, ətrafımızda kimsə çox belə özünü biabırçısına manevr edərək gedir və deyir ki, ayda yol polisi olsaydı onu cəzalandırardı. Olub, olmayıb. Olub, o qədər olub. Amma dərd orasındadır ki, yol polisi olanda bunlar heç vaxt bunu etmirlər. Sözümün canı nədir? Azərbaycanda gizli polis çatışmır. Gizli yol polisi çatışmır. Niyə? Bunlar yol polisini uzaqdan hiss eləyirlər.
1 kilometrdən hiss edirlər ki, cavan serjant maşından gəlir, özlərini yığışdırırlar. Amma elə ki, ətrafda radar yoxdur, yol polisi yoxdur, başlayırlar oyun çıxartmağa. Buna görə gizli polis olsa çox yaxşıdır. Bu da mən deməli Amerika kəşf eləmirəm. Ölkələrin çoxunda, xarici ölkələrin çoxunda gizli polis var. Mən Aqil müəllim bir məsələni qeyd edəcəm. Hardasa razılaşıram, hardasa da biraz, yəni mən düşünürəm ki, yəni niyə bizə kimsə nəzarət eləməlidir? Biz özümüz öz qaydamızı bilsək, yollara, digər hərəkət iştirakçılarına hörmət eləsək, valla bizə nəzarət də lazım deyil. Sualın cavabı belədir. Buyurun. 60%, 70% sürücülərimizə həmişə demişəm, normal sürücülərimiz var. Heç bir nəzarət lazım deyil. Onların daxilində elə bir polis var və nəzarət edən polis var. Məsuliyyətli də adamlar. Amma 20%, 25% dünyanın istənilən ölkəsində ipə sahpa yatmayan insanlar var. Onlar cinayət də törədirlər, yol hərəkəti qaydasında pozurlar. Amma elə aləmi qaçışdırırlar ki, şəhərimizə gələn qonaqlar belə təsəvvürü yaranır ki, yollarımızda hər şey pisdir. Çünki bunlar çox biabırçı eləyirlər. Gizli polis ona görə lazımdır ki, təkcə həm də sürücülər də bilsinlər ki, aramızda gizli polis var. Onda fikirləşəcək ki, adi maşında birdən polis olar, oyun çıxardaram, birdən görər. Yəni bu qurumun, bu gizli polis şöbəsinin olması artıq olması, onu çəkindirəcək olmasın. Adı bir dənə olsun ki, çəkindirəcək onu. Belə bir şey var ha. İnanın ki, sürücülərin o biabırçıcasını sürən sürücülər özlərini yığışdıracaqlar. Onda mən belə başa düşürəm ki, radarların da olmağını istəmirsiniz. Yox, radarların niyə olmaz? Niyə? Onun nə dəxli var ki? Yox, nə bilim, deyirəm bəlkə. Yox, onda hər yerə radar. Yox, radara hər yerə. Gəldi o bir təklifə. Gəldi o bir də. Radar işarəsinin olmasının əleyhinəyəm. Radar işarəsinin radarların yox. Radarlar olsun, hələ ondan da çox olsun. İş orasındadır ki, söhbət ondan gedir ki, sürücülər deməli radarı görəndə quzu balasına dönürlər, sakit sürürlər. Radar olmayan kimi başlayırlar sürəti artırmağa. Bu bilirsiniz nəyə oxşayır? Elə bir ki, binaya bir nəfər yaxınlaşır, hansısa evə girməyə gözü düşüb də. Baxır, orada yazılıb, burada bu balkonda yazılıb, burada siqnalizasiya var, burada siqnalizasiya var. Aha, burada siqnalizasiya yoxdur, bu evə girəcəm. Deməli, bilirsiniz necədir? Axı, yol hərəkəti qaydalarını kobud sürətdə pozanlar da bizim rahatlığımızı əlimizdən oğrayır. Ona görə belə misal çəkirəm. Bizim rahatlığımızı oğrayır, bizim hərdən həyatımızı əldən alır. Ona görə radarlar olsun, amma radar işarəsi olmasın. Sürücü həmişə fikirləşsin ki, burada da radar ola bilər. Yoxsa indiki kimi, burada radar var, orada radar işarəsi var. Qarşıda radar var. İndi ağla batdı. Bəli, o mənada deyirsiniz. Bəli. Başa düşdüm sizi. Yəni mən belə başa düşürəm ki, yəni nəzarət gücləndirilsin deyə Aqil müəllim. Nəzarət deməli yetərincə deyil. Yox, nəzarət yetərincədir. Ancaq bu dediklərim olsa, daha yaxşı olar. Nəzarət sürücülər özlərini daha çox yığışdıracaqlar. Nəzarət və cəza yəni qəzaların sayını bunlar azaldacaq. 100% azaldacaq. Nəzarət əntiqədir. Amma kifayət qədər deyil də, belə çıxır ki, bilirsiniz necədir? Nəzarət nə deməkdir? Nəzarət gördüyü və nəzarətdir. Mən isə bunu təklif edirəm ki, o görünməyən yerlərdə də qəzalar olmasın. Yəni nəzarət olmayan yerdə də qaydalar normal olsun da, qaydalara riayət etsin. Mən başa düşürəm sizə Aqil müəllim. Başqa nə olsun? Başqa nə olsun? Mən bilirəm ki, çoxdur, sizdə belə. Bəli, bir dənə də təklifim var. Qəza şəraitinin yaradılması bəndi qaydalardan yığışdırılıb. Niyə? Niyə? Olsa yaxşıdır, qayıtsa yaxşıdır. Niyə? Bilirsən nə olur Ceyhun? Deməli belədir. Biri o birini sıxır, bu ondan qaçır. Qaçır gedir başqa maşına dəyir. Kameralara düşüb. Amma o qəza şəraitini yaradana cəza mexanizmi yoxdur. Əslində ümumiyyətlə istənilən qəzanın səbəbkarı bilinməlidir. Səbəbi, əsl səbəbkar o birinci hərəkət edən, birinci sıxandır. Ancaq bizim qanunlarda boşluq var o mənada ki, əvvəllər olub. Onu yığışdırıblar. Dəyməyibsə maşın, ona cəza verilmir ki, o qəza şəraitinin ona görə qəza şəraitinin yaradılması bəndə olmalıdır. Kimsə sıxırsa, az qala qəza olursa və yaxud o biri sürücü başqa sürücü ilə qəzaya düşürsə, kameralardan baxılmalı. Ya qəsdənlik olarsa? Qəsdənlik söhbəti getmir. Qəsdənlikdən də ola bilər, savadsızlıqdan da ola bilər. Fakt odur ki, sən başqasına xata yaratmısan, o adam gedib başqa maşını vurub, başqa adamı vurub. Nə edib?
həmin birinci səbəbkar Cəzalanmalıdır. Bir təklifim də budur, hələ yenə də var. Bəli. Hörmətli dinləyicilər, bəs siz nə düşünürsünüz bu barədə? Qəzaların sayını necə azalda bilərik? Necə azaldaq? Aqil müəllim belə çoxsaylı fikirlər söyləyir. Razısınızmı bu fikirlərlə? Maraqlıdır, yəni sizin də yanaşmanız məsələyə. Deməli, bizim sürücülərin ən böyük problemi aşırı özünə inamdır. Sükan arxasında oturan kimi mənə heç nə olmaz, təcrübəm var deyib arxayınlaşırlar, amma unudurlar ki, sən nə qədər peşəkar olursan ol, fizika qanunları və başqasının bir an səhvi o təcrübəni bir saniyədə sıfırlayır. Yolda aşırı arxayınçılıq qəzaya səbəb olur deyə yazıb. Aqil müəllim bu barədə çox yəni danışıb, bu arxayınlıq məsələsindən bağlı. Qəzaların sayını necə azalda bilirik? Qanunda müəyyən şeylər var. Ona dəyişiklik olsa çox yaxşı olar deyir Aqil müəllim. Müəyyən məqamlar var ki, onlara daha çox nəzarət olunmalıdır deyir Aqil müəllim. Arxayınlıq yazdı dinləyicimiz. Doğrudan da var belə sürücülər ki, düzdür, bəzən görürsən ki, aşırı emosional olurlar. Çox əsəbi, aqressiv olur sürücü. Bunun əksi çox belə arxayın, özündən razı, özünə əmin, amma baxırsan ki, yolda problemlər yaradır. Çox təəssüf ki, belə sürücülər də var. Yəni onun tam əksi olaraq. Hər ikisi də əslində təhlükə yaradır yollarda. Hər ikisi də doğrudan da təhlükəlidir. Ona görə Aqil müəllim həmişə tövsiyə edirik ki, dəfələrlə bu barədə danışıb. Maşına bindiniz, artıq o aqressiya, o problemlər hamısı unudulmalıdır. Sanki bəziləri ilə bir bütün problemləri, bütün əsəbləri yola ötürmək istəyirlər, tökmək istəyirlər, belə deyək. Başqa nələr var Aqil müəllim? Qəzaların sayını necə azaltmaq mümkündür? Piyadalar barədə danışmaq istəyirəm. Mən yaralı yerimdir. Piyadalar məsələsi, bəli. Gündə dərslər vaxtı və yaxud özüm avtomobil idarə edərək yüzlərlə insanın yolu necə gəldi keçməsinin şahidi oluram. Bilirsən necədir? Mən artıq biraz ruhdan düşmüşəm o mənada ki, deyirik, piyada keçidindən keçsinlər, piyada keçidindən. Mən artıq onu da demirəm. Keçmirlər də. Piyada keçidindən keçməsələr də heç olmasa təhlükə tərəfə baxsınlar, ay Ceyhun. Maşına baxıb keçir. Bunlar bizə necə keçirlər çoxsu. Mən o dünən video qoymuşam. Oğlan yolu keçir. Yolu keçir, maşın bu tərəfdən gəlir də, elə bil mən tərəfdən gəlir. Sən tərəfə baxır. Sən tərəfə baxa-baxa özdə perpendikulyar keçmir, şəp-şəpi ilə diagonal üzrə keçir və gündə 100 nəfər, 200 nəfər keçir. Cərimə deyil. Biz adi cərimə ilə bu düzələn şey deyil. Biraz belə biz necədir? Bu Avropada, Almaniyada elə bilirsiniz o dəqiqə vəziyyət düzəlib, cərimə ilə düzəlib də. Mən bir dənə də misal çəkim. Mən deməli bir nəfər görmürəm ki, bu dəqiqə Nərimanov metrosunun yanında tələbələri qəbul edirəm. Bir nəfər də görmürəm ki, yerə zibil atsın. Səncə niyə? Əvvəllər atırdılar. Səncə niyə ay Ceyhun? 300 manatdır ona görə. Bir nəfər də atmır. Bilirsiniz necə? Elə məqam gəlib çatır ki, artıq cərimədən başqa şeydir. Bilirəm, sən onun tərəfdarı deyilsən. Qoy deyim, bir dənə mənim təklifim var. Bu kardinal olaraq bəlkə də vəziyyəti düzəltdi. Bu yenə də mən özümdən heç nə icad etmirəm. Və bunu deyəndən sonra bəzi adamlar deyəcək ki, cərimə, gənə başladı. Ay qardaş, bu dediklərimin hamısı sizin sağ qalmağınız üçündür. Yəni maşın altında qalmamaq üçün təkliflərdir. Yoxsa mən nəyimə lazımdır təklif edeyim? Özü piyadalar bir şey var ki, yəni qoruyan heç nə də yoxdur. Yəni deyək ki, avtomobildir. Hardasa motosiklet şey də belə dəqiqədədir. Amma piyada üçün daha böyük risklər var. Ona görə piyadalar bu mənada daha yollarda ayıq-sayıq olmalıdır, ehtiyatlı olmalıdır. Bu telefon məsələsi həm sürücülərdə elə eyni bayaq deyil, elə piyadalarda da var bu. Buna görə piyada keçidini keçirlər, elə telefonla mesajlaşırlar. Ceyhun, başını qaldırıb baxmırıq ki, mən bəlkə mən qırmızıda keçirəm, ona belə əhəmiyyət vermirəm. Elədir. Çox təəssüf elələr var. Özdə bir məsələ də var axı. Buyurun. Təkcə piyadanın sağ qalması söhbətə getmir. Nə qədər piyadalar öz həyatlarına son qoyaraq, amma sürücünü də işə salıblar. Elə bil ki, dəmir barmaqlılar. Bu yaxınlarda bilməm, baxdın Quba yolunda. Bəli. Ay qardaş, Allah rəhmət eləsin. Amma sən maşının üstünə qaçaraq o, bilirsiniz, pərvanə effekti adında bir şey var. Pərvanə bilirsiniz nədir? Lampanın ətrafında fırlanır. Axırda bir dənə kəllə vurur lampaya və həyatına son qoyur. Həmin kişi elə bir ki, maşının üstünə qaçdı. Elə bir ki, bir dənə məqsədi var idi ki, həyatına, amma o sürücü bədbəxt oldu da hardasa, düzdürmü? Əlbəttə ki, mən ümidvaram ki,
hər şey nəzərə alınacaq. Amma ora baxanda Aqil müəllim, bilmirəm mən nə dərəcədə doğru deyirəm, yox, amma sizin də fikirləriniz maraqlıdır. O necə yəni o piyadanı görmürdü. Elə biri var ki, avtomobili saxlasın, Tormuz vermişdi. verdi orada, amma verən Tormuz verdi, oxşamırdı. amma maşını qaçırda bilmədi çünki sürət yüksək idi. Gəlin, Sürət yüksək idi, düzdür, ola bilər. Sürət yüksək idi. Təklifim nədir? Nədir təklif? Buyurun. Deməli, Kitay variantı ya da Singapur variantı. Deməli, niyə piyadaları iki dənə problem var. Cərimə azdır bu bir, amma əsas o deyil. Cərimənin ondan alınması mexanizmi zəifdir. Cərimənin ondan alınması. Deməli, vəsiqəm üstümdə yoxdur. Nə bilim nədir? Vermirəm. Uzağı stop qoyacaqsınız, getmirəm xaricə. Gedəcəm Qubaya gedəcəm, Türkiyəyə getməyəcəm. Və belədir. Nə etmək olar? Deməli, sürücülük vəsiqəsi var. Sürücülər qorxurlar onu itirməkdən. Piyada heç nədən qorxmur. Buna elektron kitabça açılır. MyGov-a şamil olunur. MyGov-a. Deməli, bunu yol polisi saxlayır. Ümumiyyətlə, burada əlbəttə ki, bir şey qanunda olmalıdır ki, hər bir insan üstündə şəxsiyyət vərəqəsi gəzdirsin ki, bir də onu idarəyə aparmasınlar, eləməsinlər və şəxsiyyətlə. Deməli, saxlayır, qaynını pozmuşsunuz qardaş, 20 manat cəriməsi var. Bu öz yerində. MyGov-da o dəqiqə işıqlanır ki, bu il ərzində 3 dəfə qayda pozub. Bu gedir kredit götürməyə. Buna deyirlər ki, kreditdəki 10%-ləndir. Buna deyirlər, sizdə 13%-ləndir. Niyə 13%-ləndir? Siz il ərzində 3 dəfə qayda pozmuşsunuz. Oradan gedir evini satmağa. Deyirlər, rüsum 200 manatdır da. Buna deyirlər, 230 manatdır. Ay qardaş, niyə? Çünki siz 3 dəfə qayda pozmuşsunuz. İl ərzində pozulacaq o. Mənim təklifim budur. Bizə necədir? Yəni ki, o 20 manatı aldıq cərimə, ondan, o yaddan da çıxarda bilər. Amma o ki gedir orada rüsumda 10 manat artıq verir, burada 20, bunun beyninə həlq olunur ki, mən nəsə düz eləmədim, mən yolu düz keçmədim. İndi kimsə məni söyləyəcək bu dəqiqə. Kimsə söyləyəcək ki, cəriməzə. Ay qardaş, bunların hamısı nəyə görə lazımdır? İnsanların sağ qalmasına görə. Mənim təklifim bundan ibarətdir və həm də istəmirəm ki, sürücülər, çox sürücülər, ay qardaş, yeganə ölkələrdən biriyik ki, piyada maşından, sürücü piyadadan qorxur, piyada ölümündən də qorxmur. Bu qədər. Deməli, Elçin bəyin səsli mesajı var, dinləyək, buyursun. Səsini eşitdirək. Salam, hörmətli aparıcılar. Çox sağ olun, buyurun. Mən tamamilə 100% Aqil müəllimlə razıyam piyadalar barəsində. Piyada dayanır, piyada zolağında nə keçir, nə dala qayıdır. Başı telefonla qarışıqdır. Məcburi saxlayırsan, dalda yaranır tıxac. Sonra sürürsən, kamera dərhal səni cərimə eləyir. Cərimə məbləği də az deyil, 50 manat. Ona görə piyadalara qarşı da nəsə tədbir görmək lazımdır. Çox sağ olun. Piyada məsələsini vurğuladı Elçin bəy və Ayaz bəy isə yazır ki, ara məsafəsini qorumayan sürücülər yollarda ciddi təhlükə yaradır. Ciddi cəza və nəzarət mütləq olmalıdır. Bu da Ayaz bəyin mesajıdır. Mən təşəkkür edirəm dinləyicilərimizə. Aqil müəllim sizə də təşəkkür edirəm. Maraqlı bir efir oldu hər zamanki kimi. Bugün mövzumuz elə idi ki, Aqil müəllimin emosiyalarını da anlamaq lazımdır. Qəzaların ümumiyyətlə sayını necə azalda bilərik? Aqil müəllim bir-bir sadaladı. Bax, bu yollarla biz ancaq qəzaların sayını azalda bilərik. Deyək ki, müqayisədə qəzalar çoxalırmı, yox azalıb? Ümumi müqayisədə ötən illərə baxanda, baxmayaraq ki, avtomobillərin sayı günbəgün də artır, daha çoxdur, amma qəzaların sayı azalmağa doğru gedir. Amma biz istəyirik ki, ümumiyyətlə olmasın. Ona görə də Aqil müəllim belə bu məsələyə belə həssas yanaşır. Buyurun Aqil müəllim. Axırıncı onu demək istəyirəm ki, deməli yol polisi tərəfindən sürücülərə də, piyadalara da nəzarət güclüdür və avtoxuliqanlıq edənlər, narkomanlar, içki içənlər yerindəcə cəzalanır. Amma iş orasındadır ki, biz istəyirik ki, o qəzalar daha az olsun. Çünki nə qədər azalsa da, nə qədər nəzarət olsa da, bəzi problemlər var ki, bəzi o necə gəldi sürənlər, deyirəm də, o gizli polis olmadığına görə və yaxud nəzarətin həmin hissədə olmadığına görə oyun çıxardırlar və qəza törədirlər. Məqsədimiz qəzaların daha da azalmasıdır. Təşəkkür edirəm və Nazilə xanım bu arada video atıb, deyir nə qədər önə getsə də deyir arxadan gəlirlər və ümumiyyətlə belə bir vəziyyəti Nazilə xanım vurğulayıb. Amma səs göndərsəydi Nazilə xanımın səsini daha yaxşı eşidirə bilərdik radiomuz vasitəsilə, amma verilişimiz də artıq yavaş-yavaş yekunlaşır. Bu ara məsafəsi məsələsi də həqiqətən Araz bəy də bayaq yazıb qeyd eləmişdi. Bu da ən böyük bəlalardan biridir. Ən böyük
təhlükələrdən və problemlərdən biridir. Onu necə azaldacağıq? Bu ara məsafəsini saxlamayan sürücülərlə bağlı. Bunu necə eləyək? Aqil müəllim ki, sürücülər ara məsafəsi saxla. Ən əslində elementar bir şeydir bu. Ən elementarıdır. Ara məsafəsinə riayət etmək. Amma əfsuslar olsun ki, elə qəzaları demirik ya. Bəli. Ara məsafəsində çox təəssüf ki, laqeyd yanaşırlar. Mövzuya yenə qayıdacağıq. Aqil müəllim, mən sizə bir daha təşəkkür edirəm. Çox Mən də sağ olun sizə. ki, gəldiniz. Qəza əleyhinə sürücülük kursları məşqçisi idi Aqil Rəhimov.